Gəl ki, eşq əhli üçün zövqü səfa göstərəsən, İstəməz ömrünü bir ləhsə qəra göstərəsən. Bir qələtdir dedilər səndə vəfa görməmişik, bir qələtdir dedilər səndə vəfa görməmişik. Səni kim gördü məgər səndə vəfa göstərəsən? Gözəl, gözəl. Sənə çatmaq dilədim, qoymadı nəfsim. Yoxsa heç qoyardınmı mənə bunca cəfa göstərəsən? Din dedim eşq idi, gör zahid inandı, ay hay, öyrənib əldə Quran başda həva göstərəsən. Cəmi vəssafilərin hicrini vəsf eylədilər. Cəmi vəssafilərin hicrini vəsf eylədilər. Bir macal vermədilər başqa bəla göstərəsən. Dildə naib, çoxu vallahi həyadan danışır. Dildə naib, çoxu vallahi həyadan danışır. Şərt odur, yar huzurunda həya göstərəsən. Şərt odur, yar huzurunda həya göstərəsən. Gözəl, təşəkkür edirəm. Mən o şeiri səndən alacağam. Orada intonasiya məsələsində maraqlı bir məqam var. Mən istərdim ona toxunum, sonra gənclərə yaxınlaşacağım. Dildə naib, çoxu vallahi həyadan danışır. Şərt odur, yar huzurunda həya göstərəsən. Bunun elə qurmuşsan ki, sən 3-4 istiqamətdə fikri yozula bilər. Şərt odur, yar huzurunda həya göstərəsən. Başqa yerdə yox, yarın huzurunda. Şərt odur, yar huzurunda həya göstərəsən. Başqa şey göstərməyəsən, həya göstərəsən. Yəni, o intonasiyanı, vurğunu hansı sözün üstünə vurmaqla artıq mənanın istiqaməti də dəyişir. Gözəldir, bir də bu beyt mənim çox xoşuma gəldi. Bu, bizdə həmişə irfani eşqlə, dünyavi eşqi ayrılırlar bir-birinə. Burada maraqlı bir şey var. Bir qələtdir dedilər, səndə vəfa görməmişik. Səni kim gördü məgər səndə vəfa göstərəsən? Sən bəyəm fizioloji olaraq gözə görünürsən ki, biz səndə bir vəfa görəyik. Mən istərdim gənclərə müraciət edeyim. Şeir xoşunuza gəldi, yoxsa yox? İfa eləmək istəyən var. Gəl, mən bu kağızı sənə vereyim. Sən o qəzəli bizim üçün muğam üstündə ifa elə. Səfa göstərəsən, gəl ki, eşq əhli üçün zövqü səfa göstərəsən. İstəməz ömrünü bir ləhzə qəra göstərəsən. Vəfa görməmişik, səni kim gördü məyər, sən də vəfa göstərəsən. Ayda
danışır şərt odur yar huzurunda həya göstərəsən aman aman ya Vedad aman